bütün ehtimallarda müştərinin gəlməyi çətindir. Gəlməsi, gətirilməsi, onun bu biznesə yaxınlaşmasının təmini hamısı çətindir. Zamanında bu çətinlik təbii ki, satışın boynundaydı, öhdəsindəydi. Çünki niyə? Bu qədər geniş şəbəkəli müraciət platformalarımız yox idi. Bu qədər kanallarımız yox idi. Adamlar bir-bir görüşürdülər. Ona inandır, buna inandır, bu inanmadı, qayıt bir də inandır, unutdu, bir də qayıt təzədən inandır. Yəni daim bir hərəkət. Marketinq gəldi və dedi ki, tələsmə. Mən məlumatları yayacağam. Qısa zamanda sənin marketinqin, məhsulun, fəaliyyətin, mən paylayıram informasiyanı. İşin asanlaşacaq. Artıq getdiyin hər kəs səni biləcək. Sənin sadəcə orada nöqtəni qoymağa ehtiyacın var. Doğru. Digər sonraki əvvəl görüşdüyünsə biz xatırladacağıq ona. İşte reklam vasitəsilə, digər alətlərlə, kommunikasiya ilə satışın işini asanlaşdırırıq əslində.